Hörmətli tədbir iştirakçıları, hər birinizi salamlayıram. Bugün Xocalı soyqırımının 33-cü il dönümü ilə bağlı biz bura toplaşmışıq. Vətən uğrunda həlak olan bütün şəhidlərimizin qarşısında baş əyirik və gəlin onların ruhlarını bir dəqiqəlik sükutla yad edək. Görürəm dərslərini yazıb bitirmisən. Bax belə, afərin mənim balam. Həmişə dərslərini yaxşı oxu. Ata da gələndə qoy görsün ki, sən dərslərini necə yaxşı oxuyursan. Hələ qarşıdan Novruz bayramı gəlir. Ana sizin üçün şəkər bura, paxlava bişirəcək, səməni cücərdəcək. Ata ilə birlikdə həyətdə tonqal qalayarıq, üstündən atlayarıq. Sən də söz ver ki, həmişə dərslərini yaxşı oxuyacaqsan. Başüstəməzən, səş verəm, dərsləri yaxşı öyrənəcəm. Böyüyəndə atam kimi əhsən öyrənəcəm. Afərin mənim igid balam, ağıllı balam, gül balam. Aman Allah, nə səs gəldi? Yavaş-yavaş Qorxma Məzən, mən sənin yanındayım. Gəl oğlum, gəl gedək. Bu səslər məni yaman narahat edir. Gəl gedək. Dinç həyat, xoşbəxt anlar xatirələrdə qaldı o gecə. Bütün Xocalılar canını qurtarmaq üçün küçələrə axın etdi. Ayaq yalın, baş açıq, körpəli qocalı. Nə oyun oynanıldı ilahi, dinç xalqa əhaliyə nə zülm edildi. Qarlı şaxtalı fevral ayı, qışın oğlan çağı. Yazıq deyilmi bu insanlara, arzuları yarımçıq qalanlara?
Bir həyat, bir ömür çox oldu o gecədə həlak olan körpələrə. Nə idi günahları axı? Yer, göy necə götürdü bu zülmü, bu ahın aləni? Gəlinlər, uşaqlar, qocalar sanki düşmənlə deyil, iblislə üz-üzə qaldı o gecə. Əzablı ölüm idimi ömrə yazılan? Odun içinə atılmaq, diri-diri yandırılmaq, yoxsa balasının gözləri qarşısında döyülüb vəhşicəsinə öldürülmək? Unudulmaz bir ağrıdır Xocalı. Qan yaddaşımızdır Xocalı. Neçə-neçə həyatı yarımçıq qoyan, neçə-neçə arzulara qara bağlayan Xocalı soyqırımı. Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri Xocalı soyqırımı 1992-ci il fevralın 26-sında qanunsuz erməni hərbi birləşmələri 7000 əhalisi olan Xocalı şəhərinə daxil olur və 613 dinc sakin vəhşicəsinə qətlə yetirilir. Bunlardan 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca, 8 ailə tamamilə məhv edilir. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirir. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürülür. Onlardan 150 nəfərin hələ də taleyi məlum deyil. Az qala 100 ildir ki, ermənilər tarixdə olmayan hadisəni dünya ictimaiyyətinə qəbul etdirmək üçün dəridən qabıqdan çıxırlar. Erməni mənfurlarının dəyirmanına su tökən və onlara ağalıq edən bəzi havadarlar isə təəssüf ki, bir çox hallarda əsl həqiqətləri bilərəkdən tarixin saxtalaşdırılmasının iştirakçısına çevrilməkdə davam edirlər. Məhz bu səbəbdəndir ki, tarixdə baş verməyən bir olayı dünyanın bəzi dövlətləri erməni soyqırımı kimi tanıyır və qondarma erməni soyqırımı üçün ədalət istəyirlər. Bununla fərqində olmaq istəmirlər ki, tarixin özünə böhtan atmış olurlar. Əsl həqiqətlərə çirkab don giydirirlər. İndi isə ifa üçün səhnəyə kamançı ifaçısı Elnur Məmmədov və konsertmeyster Vəfa Əhmədova dəvət olunur. Hacı Xan Məmmədov, kamançı üçün konsert, 2-ci hissə.
Var idimi bir gün ışığı? Xocalı üçün var idimi bir ümid? Yoxsa xəyal idi, röya idi, yuxu idi azadlıq? Düşmənə məğlub olmaq, əsir düşmək, axı bu dözülməz bir zülm idi. Kölə olmaq, düşmənə itaət etmək, iblisə itaət etmək idi axı. Çıxış yolu şərəfli ölüm idi. Xocalı üçün o gün həyat, yaşamaq, gün ışığı, hər şey dayanmışdı. Elə bil fevralın soyuq, sərt qışı onların həyatını da doldurmuşdu. Səhər də açılmayacaqdı elə bil. Gün də doğmayacaqdı o gecə. O gün. Xocalı tarixin ən dəhşətli səhifəsini yaşayırdı. Ən ağır zərbələr vurulurdu o günahsız insanlara, acımasızcasına. Əli ayağı açıq, can dərdində olanlar. Hara qaçırdılar? Kimdən qaçırdılar? Hardan ara gedirdilər? Can dərdindəydilər. Qışın ən sərt zamanına tuş gəlmişdilər. Amma qış da sərtliyi ilə o zülmü etməzdi, o dəhşəti yaşatmazdı. Körpə, qadın, qoca, yaşlı tanımadı yağı düşmən o gecə. Bizim bugün sizə göstərəcəyimiz musiqi nömrəsində Elnur Məmmədov kamançada, fortepianoda Renat Nəbiyev və onları bu musiqinin sədaları altında rəqs şöbəsinin müəllimi Səbinə xanım İsmailova müşahidə edəcək. Buyurun.
Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqir edici hərəkətlər həyata keçirirdilər. Onların başının dərisini soymuş, başlarını və bədənini digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarnını yarmışdılar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş patronlardan və kimyəvi silahlardan istifadə edilmişdir. Bütün bunlar Ermənistanın Cenevra Konvensiyasının protokollarını pozaraq müharibə qaydalarına zidd, dinç sakinlərə qarşı həyata keçirilən soyqırım olduğunu təsdiqləyir. Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi Rus, Gürcü, İngiliz, Fransız, Alman, Amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistləri dəhşətə gətirmişdilər. İndi isə ifa üçün səhnəyə dəvət olunur Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərindən ibarət sekstet. Bədii rəhbər Vaxtang İmanov. Qara Qarayev, İldırımlı Yollarla baletindən Laylay. Xocalı təkcə od alova bürünmədi. O gecə insanlığın vicdanı da yandı. 1992-ci ilin fevral ayının 25-dən 26-sına keçən gecə bəşəriyyətin ən qaranlıq səhifələrindən biri yazıldı.
yüzlərlə günahsız insan, qadınlar, uşaqlar, qocalar amansızcasına qətlə yetirildi. Körpələrin fəryadı, anaların harayı, yaşlıların yalvarışı göylərə yüksəldi. Amma dünya kar oldu, lal oldu. Soyuq qış gecəsində Xocalı yalnız şaxtanın deyil, düşmənin vəhşiliyinin də içində dondu. Körpələr süngüyə keçirildi. Analar öz uşaqlarının gözləri qarşısında vəhşicəsinə öldürüldü. İnsanlar diri-diri yandırıldı, başları kəsildi, bədənləri doğrandı. Təkcə öldürülmək yox, təkcə işğal yox, Xocalını yer üzündən silmək istəyirdilər. Bu sadəcə bir qətliam deyildi. Bu, insanlığa sığmayan bir vəhşilik idi. Xocalıda nə ölü, nə diri fərq qoyulmadı. Çünki məqsəd təkcə can almaq deyildi. Məqsəd bir xalqın ruhunu sındırmaq, onu diz çöktürmək idi. Amma onlar unutdular. Xocalı xalqımızın qan yaddaşıdır. Xocalı təkcə bir şəhərin yox, bütöv Azərbaycanın qəlbidir. İfa üçün səhnəyə məktəbimizin şagirdi Fidan Abdullayeva dəvət olunur. Əməkdar artist Nigar Məlikovanın sinifi. Üzr istəyirəm, Nuray Hüseynovanın sinifi. Abuzər Manavzadə, Xocalı.
Bir gecədə yanan şəhər, arzuları donan şəhər, işıqları sönən şəhər. İlğam tək titrəyirsən şəhidlərin qəbri üstə. Hədiyyə almış yetim uşaq təbəssümlü bir an və möhtəşəm xəyalı gəlir, gedir. Qız gəlinin əllərdədir. Uçmuş yolun çöllərdədir. Yuxum gəlir. Havalarda heç düzəlmir. Bu dünyanın səbri üstə harcananlar geri gəlmir. Xocalı, heykəl kimi uçurulan şəhər, diri-diri məzarlığa köçürülən şəhər. Hər il ölüm günü təmtəraqla keçirilən şəhər. İfa üçün səhnəyə məktəbimizin şagirdi Malik Qədimzadə dəvət olunur. O, əməkdar artist Nigar Məlikovanın sinifində təhsil alır. Qara Qarayev, 2 prelüd. ...1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə gətirilən Heydər Əliyev, daxili sabitliyin təmin olunması, siyasi-iqtisadi tənəzzülün qarşısının alınması istiqamətində fəaliyyətə başladı. 1994-cü ildə atəşkəsə nail olundu,
Artıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə tamam başqa bir rakursdan baxıldı. Xocalı soyqırımı Azərbaycanın ictimai-siyasi fikir tarixində əsas yerlərdən birini tutmalı, bundan sonra dövlətin həm daxili, həm də xarici siyasətində Xocalı soyqırımı onun obyektiv şəkildə bəyan olunması, tanınması ön plana keçməli, bu yolda əməlli addımlar atılmalı idi. Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımının tanınmasının əsas səbəbkarı, təşəbbüskarı olmuşdur. Hələ prezident səlahiyyətlərini həyata keçirilərkən Ali Sovetin sədri Heydər Əliyev erməni təcavüzünün qarşısının alınması məqsədi ilə təcili tədbirlər görülməsi üçün BMT Təhlükəsizlik Şurasının dərhal çağırılması xahişi ilə Təhlükəsizlik Şurasının sədrinə 26 iyul 1993-cü il tarixli yazılı müraciət etmişdir. 1994-cü il 24 fevralda Milli Məclisin qərarı ilə hər il fevralın 26-sı Xocalı soyqırımı günü kimi yad olunması və bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi ilə Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilmiş oldu. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə əsrin bu böyük faciəsi dövlət tərəfindən öz qiymətini aldı. 1995-ci il 24 fevralda Milli Məclisin dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciəti oldu. Soyqırım qurbanlarını daim yad edən, şəhidlərin xatirəsini əziz tutan ümummilli lider Heydər Əliyev 1997-ci il fevralın 25-də Xocalı soyqırım qurbanlarının xatirəsinə sükut dəqiqəsi ilə elan edilməsi haqqında fərman imzaladı. Xocalı hadisələri bir də onu göstərdi ki, ermənilər tərəfindən tək Azərbaycanın torpaqlarına göz tikmək, onu qəsb etmək yox, bizim xalqa qarşı soyqırımı kimi vəhşi bir yola düşmək artıq mövcuddur. Və bu, Xocalı hadisələrində özünü açıq-aşkar büruzə verdi. O dəhşətli gecə Azərbaycan xalqının ürəyinə bir süngü tapıldı. O süngü indiyə qədər bizi sızıldadır. O yara sağalmayıb, yara bağlanmayıb, o yara həmişə bizim qəlbimizdə olacaqdır. İfa üçün səhnəyə məktəbimizin tarix ixtisası üzrə müəllimi Samir Əsədli dəvət olunur. Konsertmeyster Fəridə xanım Sultanova. Vasif Adgözəlov, Lay Lay.
Amma biz susmayacağıq. Biz unutmayacağıq, bağışlamayacağıq. 30 il keçdi, ədalət gec də olsa yerini tapdı. Amma Xocalının yarası heç vaxt sağalmayacaq. Çünki o yara təkcə torpağımızın yox, insanlığın vicdanına açılmış bir yaradır. O qaranlıq gecə Xocalıda təkcə günahsız insanlar öldürülmədi, təkcə bir şəhər viran qoyulmadı. O gecə bütün bir millətin qəlbi yaralandı. Körpələr süngüyə keçirilərkən, analar alov içində yandırılarkən, qocalar qanlı dağlarda donaraq can verərkən düşmən bir şeyi anlamırdı. Qan yerdə qalmayacaqdı. Xocalı bu təkcə bu şəhərin deyil, həm də şəhidlərin qisasının adı oldu. Bizi susturmaq, bizi qorxutmaq istədilər. Lakin bu baş tutmadı. Vətən müharibəsində xalqımızın bir yumruq kimi birləşməsi, düşməni darmadağın etməsi, Xocalıya aparan yolun açılması bu illərlə içimizdə alovlanan intiqam hissinin təcəssümüdür. Biz Xocalının qisasını döyüş meydanında aldıq. O torpağı işğal edənlər necə qana susamışdılarsa, biz də ədalətə susamışdıq. Şəhidlərimizin ruhu indi rahatlıq tapır. Çünki biz təkcə intiqam almadıq, həm də qalib gəldik. Bu torpağa bastırılan hər bir şəhidin andı var idi. Bu millət bir də heç vaxt məğlub olmayacaq. Xocalı intiqamımızın, qələbəmizin və yenilməzliyimizin simvoludur. Unutmadıq, unutmayacağıq, bağışlamadıq, bağışlamayacağıq. 30 il ərzində Xocalının azad edilməsi Azərbaycan xalqının ən böyük arzularından biri idi. Bu arzunu gerçəkliyə çevirən isə Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, uzaq görən siyasəti və güclü iradəsi oldu. Prezident İlham Əliyevin apardığı düşünülmüş siyasət nəticəsində Azərbaycan ordusu 2020-ci il 44 günlük vətən müharibəsində tarixi zəfər qazandı. İşğal altındakı torpaqlarımızı geri qaytardı. Lakin Xocalı hələ də tam azad edilməmişdi. Düşmən Xocalıdan son vasitə kimi istifadə edirdi. Lakin 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Xocalı tamamilə işğaldan azad edildi. Bu qələbə təkcə hərbi gücün deyil, eyni zamanda diplomatik və siyasi qətiyyətin nəticəsidir. Prezident İlham Əliyev beynəlxalq arenada Azərbaycanın haqlı mövqeyini müdafiə edərək düşmənin bütün çirkin planlarını alt-üst etdi. O, Qarabağ Azərbaycandır şüarını reallığa çevirdi. Bugün Xocalıya yeni həyat qayıdır. Azərbaycan dövləti Xocalını yenidən qurur. Şəhidlərimizin ruhu rahatlıq tapır. Bu tarixi qələbə Prezident İlham Əliyevin dəmir yumruğu və Azərbaycan xalqının birliyi sayəsində mümkün oldu. Biz bir amalla, bir arzuyla yaşamışıq bütün bu illər ərzindəki bu torpaqlara qayıdaq və qayıtmış Ermənistan ordusunu məhv etmişik. Ermənistan ordusu demək olar ki, yox. Hərbi cinayətkarları məhv etmişik. Onların tör-töküntülərini məhv etmişik. Və mən Füzuli şəhərində demişəm, bir də demək istəyirəm. Biz Kaçaryan Sarkisyan ordusunu məhv eləmişik. Biz Kaçaryan Sarkisyana qarşı qüdrətimizi göstərmişik. Onları biz məğlub etmişik. Paşinyan indi kimdir, mən indi onun haqqında danışmaq istəmirəm. Nə lazımsa demişəm. Kaçaryan Sarkisyan, siz diz çöktünüz bizim qabaq. Siz buranı, bax, bugünə saldınız. Bütün işğal edilmiş torpaqları. Siz bu məscidi dağıtdınız. Və 2-ci Qarabağ müharibəsi dövründə qaçdılar, gizləndilər. Burunlarını belə soxa bilmədilər. Döyüş bölgəsində. Və haradadır sizin qəhrəmanlığınız? Dedim ki, çıxardın dəmir dümürləri. Onun qiyməti yoxdur. Orderlər taxmışsınız öz döşüyüzə.
neyzə gərək. Od pişirək, dəmir döyək. İndi bizə sellər kimi daşmaq gərək. Qəlbimizə kölgə salan qorxu adlı hasarları aşmaq gərək. Çahargahın hasarında, yad ellinin qabağına hasar çəkən qalalarda, kürələrdə od qalandı, ocaq yandı, dəmir bişdi, çəkic altda, zindan üstə, xəmir kimi kündələndi, cilalandı. Əldə yaraq, vuraq, qıraq, cəbhə yaraq, dəmir əri, qılınca dön, düşmən üstə durma, yeri. Çəkic altda qılıncıma dönüb baxdı, çahargahın pərdələri. Müxalifdə hücum, hücum, ərənlərin nərəsinə, yer titrədi, gör gürladı. Uca dağlar dua verib ərənləri uğurladı. Düşmən qaçır, bizimkilər təqib edir. Mənsuriyə qələbədir, təntənədir. Əzizim sözə qaldı, bir şirin sözə qaldı. Yad qovuldu dağlardan, yurd yenə bizə qaldı. Bugün Xocalı soyqırımını anmaqla biz təkcə tarixə nəzər salmırıq, həm də bu faciənin günahsız qurbanlarını ehtiramla yad edirik. Xocalı təkcə Azərbaycanın deyil, bütün insanlığın vicdanında bir yara olaraq qalmışdır. Lakin bugün biz Xocalıya yalnız qara pərdə arxasından baxmırıq. 30 ildən sonra ədalət yerini tapdı. Azərbaycanın igid ordusu vətən müharibəsində şanlı zəfər qazandı və torpaqlarımızı işğaldan azad etdi. Artıq Xocalıya dönüş var. Artıq Xocalı azaddır. Bu şəhidlərimizin ruhunun rahatlıq tapması deməkdir. Bu Xocalıya yeni həyatın qayıtması deməkdir. Bizim son nömrəmiz Şuşamızın simvolu Xarı Bülbül. Və bugünkü tədbirimizi biz məhz bu rəqsin sədaları ilə sonlandıracağıq. Çıxış edir Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin rəqs şöbəsinin şagirdləri, bədii rəhbər Səbinə İsmailova.
yaşanır. Ölmeden görmek qismət olacaq deyəsən Şuşanı. Hörmətli tədbir iştirakçıları, indi isə söz Qara Qarayev adlı İncəsənət Mərkəzinin direktoru, Mərkəzi İncəsənət Məktəbinin direktoru, sənətşünaslıq doktoru, professor Könül xanım Hüseynova söz verilir. Buyurun Könül xanım. Hər birinizi salamlayıram, hörmətli tədbir iştirakçıları. Mina xanım, sizə də maraqlı, rəngarəng, təsirli, duyğulu tariximizin bu qanlı qadalı səhifələrini yüksək səviyyədə peşəkarlıqla işıqlandırdığınız üçün, bizim gənc nəsillərə özünə məxsus ifadə vasitələrinizlə çatdırdığınız üçün minnətdarlığımı bildirirəm. Doğrudan da siz bu ardıcıllıqla inkişaf yolunu izləyərək tariximizin ən qanlı, ən yaralı səhifələrindən birinə toxunmuş oldunuz. Müharibə bəşəriyyətin ən ağrılı xəstəliyi olduğu kimi soyqırımda onun ən böyük faciələrindəndir. Sağalmayan yarasıdır. Biz onun səhifələrini vərəqlədikcə oradan hər zaman qan izləri süzülür. Bu elə bir faciədir ki, biz onun hər səhifəsinə, hər gününə, onun törətdiyi fəsadlara baxdıqca xalqımızın nə qədər acı və eyni zamanda da dəhşətli bir faciə ilə üzləşdiyinin şahidi olmuşuq. Mən yadımdadır 2 il öncə Xocalı faciəsinin şahidləri olmuş bir xanımla ünsiyyətdə oldum və doğrudan da dəhşətə gəldim ki, bir insan evladı bu qədər ağrı çəkə bilərmi? Bu qədər istiraba, bu qədər amansız qətliyama məruz qala bilərmi? Bunu ancaq bizim mənfur düşmənlərimiz törədə bilərlər. Və əgər biz diqqətlə həmin o prosesi, ümumiyyətlə bu Xocalı faciəsinin yetişməsini izləyəndə görürük ki, bu bir günün işi deyildi. Artıq 88-ci ildən bu bizim bədnan qonşularımız buna hazırlıq görürdülər. 91-ci ilin oktyabr ayından isə artıq Xocalı blokadaya alınmışdı. Şəhər ümumiyyətlə təcrid olunmuş bir vəziyyətdə fəaliyyət göstərirdi və yanvar ayının sonlarından isə artıq ora 23-dən sonra heç bir qida və digər ləvazimatlar göndərilmədi. Amma Xocalı cəmaatı əli yalın, yalnız şərəflə, böyük məğrurluqla yağı düşmənin qarşısında durdular. Və indi biz bu səhifələri vərəqlədikcə gənc nəsillərimizə və bizim bu əziz balalarımıza öz tariximizi damla-damla da olsa sezdirməyə, yeritməyə çalışırıq. Onlar bu xalqın ağır-acılı günlərini hiss edərək gələcəyə daha dik bir baxışlarla baxmalıdırlar. Bizim zəfərimizin hansı əziyyətlərlə əldə olunduğunun qədrini bilməlidirlər və gələcəkdə də onu öz övladlarına ötürərək bizim tariximizin qəhrəmanlarını
həmişə böyük hörmətlə anmalıdırlar. Bu yolda bizim ümummilli liderimizin danılmaz rolunu hiss etməlidirlər. Bizim hörmətli möhtərəm prezidentimizin zəfərə öz silinməz möhrünü vurduğunu hər zaman xatırlamalıdırlar. Yəni, bu danılmaz bir tarixdir və biz sizin çox gözəl bir şəkildə vurğuladığınız kimi bu zəfəri, bu qalibiyyəti Xocalıdan, 20 yanvardan keçən yollara nail olduq. Hər birinizə təşəkkür edirəm. Bura yığışdığınız üçün, bu xalqımızın həm sevincli günlərinə, həm yaralı, ağrılı günlərinə şahidlik etdiyiniz üçün sizə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun. Bununla da tədbirimiz sona çatdı. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.